Uşaqlar, gəlin birlikdə 7-ci sinif OTK sınağının izahına başlayaq. Birinci sual. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın cəmi 200 dərəcədir. Bu bucaqlardan birinə qonşu olan bucaq neçə dərəcədir? 21-ci sualımızdır. Uyğun tərəflər perpendikulyar olan iki bucağın cəmi ya 180 dərəcə olur, ya bu bucaqlar bir-birinə bərabər olur. Cəm 200 dərəcədirsə, bu ikinci hala aiddir. Hər ikisini x götürsək, x plus x bərabərdir 200. 2x bərabərdir 200, x bərabərdir 100 dərəcə olacaq. Və bu bucağa qonşu olan bucaq, qonşu bucaqların cəmi 180 dərəcə olduğundan 180-dən 80-i çıxırıq, 100-ü çıxırıq, 80 dərəcə olacaq. C variantı. Keçək 22-ci sualın cavabına. Arifin yığdığı meyvələrin çəkisi dairəvi diaqramda təsvir olunub. Dairəvi diaqramımız bu şəkildədir. Bura 48%dir. Alma, 15 kiloqram armud, 22% alçadır. Alma alçadan neçə kiloqram çoxdur? Gəlin bir yerdə işləyək. 48% plus 22%-i tapırıq. Alma və alçanın birlikdə cəm faizini tapırıq. Bu bizə 70% eləyir. 100%-dən 70%-ni çıxsaq, 30% qalır. 30% armudun faizi olur. Armudun da çəkisi 15 kiloqramdır. Faizinə görə ədəd tapanda 15-i 100-ə vurub 30-a bölərik. Bu bizdə eləyəcək 50 kiloqram cəmsi meyvədir. Alman, gəlin birlikdə tapaq. Alma neçə kiloqram eləyir? 50-nin 48%-ni tapırıq. Bu da bizdə 24% eləyəcək. Alçanın miqdarını tapaq. 50-nin 22%-ni tapaq. İxtisar gedir 11% yox, kiloqram. 11 kiloqram. Alma, bu bizdə olacaq alma. Bu bizdə olacaq alça. Alma alçadan neçə kiloqram çoxdur? 24-dən 11 çıxsaq 13 kiloqram çoxdur. Y variantı. Davam eləyək. 23-cü sual. 23-cü sual. 23-cü sualımız budur. Qiyməti 20% ucuzlaşmış malın yeni qiymətini neçə faiz bahalaşdırsalar, mal əvvəlki qiymətə satılar. Malın əvvəlki qiymətini x qəbul etsək, 20% ucuzlaşdıqda 100%-dən 20%-i çıxsaq, qalır 80%. X-in 80%-i x vur 80 böl 100, bu eləyəcək 0,8x. Yeni qiymət 0,8x olur. Yeni qiyməti neçə faiz bahalaşdırsaq, əvvəlki qiymət alınar. Demək, əvvəlki qiyməti bölürük yeni qiymətə. 2 ədədin faiz nisbəti vur 100%. Bu da bizdə eləyəcək 125%. 125%-dən 100%-i çıxsaq, qalır 25%. 25% artırılır. Bu da bizdə variant C olacaq. Davam eləyək. 24-cü sual. 24-cü sualda mənfi 4x kubub plus 2x kvadrat çıx x üstü 4 çıx 3 çoxhədlisinin dərəcəsi neçədir? Biz bilirik ki, çoxhədlinin dərəcəsi çoxhədlidə olan bir hədlərin ən böyük dərəcəsinə bərabərdir. Ən böyük dərəcə 4-dür. Demək, 24-də dərəcə 4 olacaq. Y variantı. Gəlin 25-ci suala baxaq. 25-ci sualın izahına. Ambardan 630 kiloqram qənd götürdülər. Bu, ambardakı qəndin 9'da 7 hissəsini təşkil edir. Hissəsinə görə ədədi tapmaq üçün, demək 9'da 7 hissəsi 630 kiloqramdır. Hissəsinə görə ədəd tapmaq üçün ədədi hissə göstərən ədədə bölürük. 630 vur 7-də 9, ixtisar aparsaq 90 və son nəticə 810 alınır. 810 kiloqram ambarda alma var. 630 kiloqram qənd götürülübsə, 810-dan 630-u çıxsaq, 180 kiloqram ambarda qənd qalmış olacaq. Cavab A variantı.
Cavab A variantı. Davam edək. 26-cı sual. Radiusu 4 sm olan O mərkəzli dairədə bucaq AOB 90 dərəcədir. AOB sektorunun sahəsini tapın. Pi bərabərdir 3 qəbul edin. Bütöv dairə 360 dərəcəni qəbul etsək və bu AOB bucağı 90 dərəcə olarsa, bu sektor dairənin hansı hissəsini təşkil edəcək? 360-da 90 dərəcə ixtisar aparsaq 4də 1-ə bərabər olacaq. Radius bizdə 4 sm-dir. Dairənin sahə düsturu S bərabərdir pi r kvadrat. Pi-ni 3 qəbul etdik. 3 vuraq 4-ün kvadratı, 16-nı 3-ə vursaq 48 kvadrat santimetr olur dairənin sahəsi və bunun 4də 1 hissəsi sektorumuz ixtisar aparsaq 12 kvadrat S sektor bərabərdir 12 kvadrat santimetr olacaq və bu bizdə A variantı olacaq. Davam edək. 27-ci sual. İkincisi 16 olan 3 ədəd 2/4/5 nisbətindədir. Bu ədədlərin cəmini tapın. Nisbətimiz 2/4/5 nisbətindədirsə, birinci ədədimiz 2K, ikinci ədədimiz 4K, üçüncü ədədimizi 5K qəbul edək. İkinci ədəd 16-ya bərabərdir. Buradan K-nı tapsaq, 16/4 bərabərdir 4 olacaq. Bunda birinci ədədimiz 2 vur 4 bərabər 8. İkinci ədədimiz 16. Üçüncü ədədimiz 5 vur 4 bərabərdir 20. Və bu ədədlərin cəmi 8 plus 16 plus 20 bərabərdir 44 olacaq. Doğru cavab B variantı. Davam edək. Gəlin birlikdə 28-ci suala baxaq. Sinifdəki 36 şagirddən 18-i futbolla, 20-si basketbolla məşğul olur. Ən azı neçə şagird hər iki idman növü ilə məşğul olur? 28. 18-i futbolla bizdə 18 nəfər, basketbolla 20 nəfər, cəmsi 36 şagirdimiz varsa, hər iki idmanla neçə nəfər məşğul olur? 18 plus 20 cəmi olacaq 38. Amma sinifdə 36 şagird varsa, 38-dən 36-nı çıxırıq. 2 nəfər hər iki idmanla məşğul olur. Doğru cavab D variantı. 29-cu sual. İki paralel düz xətdir. Bucağımızın biri 20 dərəcə, 50 dərəcə və bu Y alınır. Y bucağı verilib, deyir ki, bizə Y-in qiymətini tapın. Gəlin baxaq. Biz bilirik ki, iki paralel düz xəttə əmələ gələn bucaqlar alfa, beta və x götürsək, x bərabərdir alfa plus betanın cəminə. Və bu düsturumuza əsasən 50 dərəcə bərabərdir 20 plus y. Gəlin buranı bir x qəbul edək. Buradan x bərabərdir 50 minus 20, bu bizdə olacaq 30 dərəcə. Demək, bu bucağımız 30 dərəcədirsə, 30 dərəcəli bucağa qonşu olan y bucağını tapsaq, 180 çıx 30 bərabərdir 150 dərəcə olacaq. Doğru cavab D variantı. Davam edək. 30-cu sual. 30-cu sualımız bu şəkildədir. 125x kubu bölək 28 n üstü 7 vur 14 n üstü 8 25 x üstü 4. Bu ifadənin kəsirini ixtisar edin. Gəlin baxaq. 125 və 25 ixtisar gedir. 1, 5, əvvəlcə ədədləri ixtisar yaparaq. 28 və 14 gedir. 1, 2. X kubu və x üstü 4 gedərək x qalır. N üstü 8, 10, n üstü 7 gedir. Burada 1 qalır. Burada n qalacaq. Və burada
Son nəticə bizdə birinci kəsirimizin surəti 5 vur n. Aşağıda isə 2 vur x alınır. Yəni 5n bölək 2x. Doğru cavab A variantı. Davam edək. 31-ci sual. Tərəfləri ardıcıl natural ədədlərlə ifadə olunan və perimetri 33-ə bərabər olan üçbucağın orta tərəfinin uzunluğunu tapın. Gəlin baxaq. Tərəflər birinci tərəf, ikinci tərəf, üçüncü tərəf. Biz bilirik ki, üçbucağın 3 tərəfi var. Birinci tərəfi x qəbul edək. İkinci tərəfimiz ardıcıldırsa x plus 1. Üçüncü tərəfimiz x plus 2 olacaq. Şəklimizdə qeyd edək. Və bu üç tərəfin perimetr 33-dürsə, perimetr bilirik ki, üçbucağın perimetri üç tərəfin cəminə bərabərdir. X plus 1 plus x plus 2 bərabərdir 33. 3x plus 3 bərabərdir 33. 3x bərabərdir 30 və x bərabərdir 10 olacaq. Orta tərəf bizdə x plus 1 olarsa, 10 plus 1 bərabərdir 11. Doğru cavab D variantı. Davam edək. 32-ci sual. Gəlin 32-ci sualı oxuyaq. Tutumu 600 litr olan qabda 60 litr su var. Qaba nə qədər su əlavə edilsə, qabın 45% su ilə dolar. Gəlin bilirik ki, qab 600 litr su tutur. 600-ün 45%-ni tapsaq, 600 vur 45 böl 100 və ixtisar aparsaq, bu bizdə eləyəcək 270 litr. 200 litr olacaq. Qabda əvvəlcə 660 litr su vardısa, 270-dən 60 çıxsaq, 210 litr su əlavə etmək lazımdır. 32-ci sualın cavabı Y variantı. 33-cü suala baxaq. Əbubu 2-yə və əkobu 60-a bərabər olan iki ədəddən biri aşağıdakılardan hansı ola bilər? Gəlin belə eləyək. Birinci ədədimizi əbub bilirik ki, hər ikisində ortaq olan ədəd. Hər ikisində həm birinci, həm ikinci ədəddə ortaq olan vuruq 2-dir. Və ortaq olmayan vuruğun birini x, digərini y qəbul etsək, əkob taparkən ortaq və ortaq olmayan vuruqların hasilinə bərabər olacaq. Və 2 ilə 60-ı ixtisar aparsaq, 30 alınır. X vur y bərabərdir 30 olacaq. 2 ədədin hasili 30 olarsa, birinci vuruğun iki vuruqlardan biri 1 və 30 ola bilər. Təbii ki, oxşar olmayan vuruqlar olmalıdır. 3 və ortaq olmayan vuruqlar olmalıdır. 3 vur 10, 30 ola bilər. 2 vur 15, 30 ola bilər. 5 vur 6, 30-a bərabər ola bilər. Aşağıdakılardan hansı ola bilər? 15 vuruğu variantlarımızda olduğuna görə doğru cavab D variantı. Gəlin 34-cü suala baxaq. Qutuda 4 qırmızı, 14 yaşıl kürə var. Təsadüfi şəkildə çıxarılan bir kürənin qırmızı olma ehtimalını tapın. Bəli, 4 qırmızı və yaşıl 14 rəngdə olan kürə var. Təsadüfi şəkildə çıxarılan bir kürənin qırmızı olma ehtimalını tapın. Cəmi qutuda 18 kürə olacaq. Yaşılın ehtimalını bizdən, qırmızının ehtimalını, üzr istəyirəm, tələb olunursa 18-də 4 olacaq. Hər ikisini 2-yə ixtisar aparsaq 9-da 2 cavabını alırıq. Doğru cavab B variantı. Gəlin 35-ci suala baxaq. 35-ci sual Euler-Venn diaqramına əsasən A və A-nın B-dən fərqi, birləşmə B-nin A-dan fərqi, ədədlərimi yazın. Bu çoxluğun elementlərinin sayını tapın deyir. A-nın B-dən fərqi, birləşmə B-nin A-dan fərqinə. A-nın B-dən fərqi, yəni A çoxluğunda olub, B çoxluğuna aid olmayan ədədlərdir.
Bizdə A-nın B-dən fərqi bu elementlər olacaq. Sayı 3 dənədir və B-nin A-dan fərqi isə B-də olub A-ya aid olmayan elementlərin sayı olur. Bu da bizdə sayı 4-dür. Birləşmə kimi götürsək, ümumi say 7-yə bərabərdir. Doğru cavab D variantı. Gəlin 36-cı suala baxaq. Tərəfləri 8 sm və 18 sm olan bərabər yanlı üçbucağın perimetrini tapın. Bərabər yanlı üçbucağın biz bilirik ki, yan tərəfləri bərabər olur. Yan tərəflərdir. Bərabər olmayan tərəf oturacaq olacaq. Biz 18 yan tərəfi, digər yan tərəfdə 18 qəbul edəcəyik. 8 isə oturacaq olacaq. Nəyə görə? Çünki əgər 8 götürsək, oturacağı 18 götürsək, üçbucaq bərabərçiliyin xassəsi ödənilmir. Yəni 18 tərəfi 16-dan kiçik olmalıdır, amma bizdə böyük olduğu üçün o şərt ödənilmir. Ona görə yan tərəflər 18 qəbul olunur. Perimetr tərəflərin cəmidir. 18 plus 18 plus 8, 36 plus 8, 44 santimetr olacaq. Doğru cavab C variantı. Gəlin 37-ci suala baxaq. A-nın hansı qiymətində x27 vur x üstü A-9 bərabərdir x üstü 9 və 4 bərabərliyi doğru olar. Burada biz qüvvətə qaldırırıq. X üstü 27 vur x üstü A-9 bərabərdir. 9-u 4-ə vursaq 36. Vurmada üslər toplanılır. 27 plus A-9 bərabərdir 36. Və buradan A-nı tapsaq 36 minus 18 A bərabərdir 18 olacaq. Doğru cavab B variantı. Gəlin 38-ci suala baxaq. A 38-ci sual A45 3 rəqəmli ədədindən A4 2 rəqəmli ədədini çıxsaq 671 olarsa A-nı tapın. 3 rəqəmli ədəddən 2 rəqəmli ədədin fərqini bu şəkildə yazsaq asan üsulla və son cavab 671-dirsə 5-dən 4 çıxanda biz bilirik ki 1-ə bərabərdir. Burada A-nı 7 qəbul edək. 4-dən hansı ədədə çıxaq 7 mümkün deyil. Bir onluq versək 14-dən 7 çıxanda 7 alınır. Demək burada A 7 olacaq. A rəqəmi 7-yə bərabərdir. Doğru cavab D variantı. 39-cu suala baxaq. Mənfi 2 tam 3-də 2 s kvadrat D vurulsun 4-də 1 s kubu D kvadratın bir ədlisinin əmsalını tapın. Ən əvvəlcə biz bu ifadəni sadələşdirməliyik. Birinci ifadəmiz olduğu kimi qalır. Kvadrata qaldırırıq ikinci ifadəmizi. 16-da 1 s üstü 6 D üstü 4 olacaq. Və bir ədlərin hasilini tapmaq üçün əvvəlcə ədədləri, sonra s-lər və d-ləri 1 vururuq. Mənfi 3-də 8 vur 16-da 1 vurulsun s üstü 2 vur s üstü 6 d vuraq d üstü 4. İxtisar aparsaq 1, 2 alınır ki mənfi 6-da 1 s üstü 8 d üstü 5. Əmsal mənfi 6-da 1 olacaq. Doğru cavab Y variantı. Sonuncu 40-cı suala baxaq. 60% ilə 40% arasındakı fərqi 24-ə bərabər olan ədədi tap. Fərq dedikdə bilirik ki, çıxırıq. 60% çıxılsın 40% bərabərdir 20%. 20%-i 24-ə bərabər olan ədədi tapmaq üçün bu faizə görə ədədin tapılmasıdır. Ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. İxtisar aparsaq 24 vur 5 bərabərdir 120 olacaq. Doğru cavab D variantı. Bu qədər. Uşaqlar, OTK sınağı 7-ci sinfin izahını vermiş olduq.